Salam əziz abituriyentlər. Bu günləri birinci qrup ümumi sınaq imtahanı 2-nin həllərinə baxacağıq. Deməli, bizim həm 4-cü, həm də birinci qruplar üzrə Chemistry səhifəsinin artıq 9 ümumi sınaq 4-cü qrup var və 4 ədəd isə ümumi sınaq imtahanı birinci qrup var və bunların ardı gələcək. Ən minimum halda yəqin ki, hər birindən 15 sınav olacaq inşallah. Və bunların həllərini də çəkib YouTube kanalına yerləşdirəcəm. Zəhmət olmasa kanala abunə olub və rəy bildirməyiniz və yaxud da bəyənməyiniz yaxşı olar. Öncədən təşəkkür edirəm. Deməli, birinci suala baxaq. CnH2 plus 2-dir, yəni alkandır. N 3-dürsə, onda bu C3H8, yəni propandır. Smol hidrogen, yəni 4 hidrogen atomu çıxırsa, deməli C3H4-dür. X-in molekulunu, yəni bunun molekulundakı atomların cəmini istəyir. 7, deməli 7 atom eləyir burada. İkinci sualda dəmir OH2 çənsin O2 plus H2 və burada dəmir 3 hidroksid alınır. Dəmir 2 hidroksid yaşıl rəngli çöküntüdür. Dəmir 3 hidroksid isə qonur rəngli çöküntüdür. Reaksiya məhsulu suda həll olunur, doğrudur. Dəmir 3 hidroksid suda həll olunur. Suyun alınma reaksiyasında xeyr, rəng dəyişir, bəli, yaşıldan qonura keçir. Doğru cavabımız 1-3. Növbəti. Hansı birləşmə suda məxluq qələvi mühit yaradır? Deməli, karboksil qrupu olan birləşmələr, deməli, bunlar turşulara aid olduğuna görə, deməli, bunlar turş mühit yaradacaq. Sonra, əgər amin qrupunun sayı karboksil qrupunun sayından çoxdursa, qələvi mühit, bərabərsə neytral. Əgər karboksil çoxdursa, deməli, turş mühit olur amin turşularda. Burada qələvi mühit istədiyinə görə amin qrupunun sayı çox olan B variantı. Burada neytraldır, burada isə D variantında isə turş olacaq. Çünki karboksilin sayı 2, amin qrupunun sayısı 1-dir. 3s3 P5-dirsə, deməli, bunun tam elektron formu 1s2, 2s2, 2p6, 10 elektron nədir? 3s2, 3p5. Biz bilirik ki, atomda elektron və proton sayıları bərabərdir. Əgər X atomunda 17 proton varsa, nisbi atom kütləsi də 37-dirsə, deməli, neytron sayı 20 olacaq. Zirvə üstəyənsin X maddəsi, NO3, deməli, burada alınacaq zirvə nitrat alınıb, NO2 alınıb, bir də su alınıb. Deməli, burada götürülən qatı nitratdır. Qatı nitratın da fosforla reaksiyasından H3PO4, NO2 və su alınır. B variantı. Hansı reaksiyalarda qatı sulfat turşu götürülmüşdür? Deməli, pasiv metalla əgər sulfat turşu reaksiya daxil olubsa, deməli, qatı sulfatdır, çünki duru sulfat pasivlərlə reaksiya daxil olunur. Civə də pasiv metal olduğuna görə, deməli, burada götürülən sulfat turşu qatıdır. Dəmir qatı sulfatının valentli, duru sulfatının 2 valentli duz verir. Burada 2 valentli, yəni dəmir 2 sulfat alındığına görə duru sulfatdır. Duru sulfat metallarla buz və hidrogen qazı əmələ gətirir. Burada su alınıbsa, deməli, bu qatı sulfatdır. 1-3 cavab C variantı. Hansı oksidlər suda həll olaraq turşu oksid əmələ gətirir? Amfoter oksidlər bilirik ki, su ilə reaksiya daxil olmur. Amfoter oksidlər. Sonra, duz əmələ gətirməyən oksidlər su ilə reaksiya daxil olmur. Turşu oksidlərindən silisium O2 su ilə reaksiya daxil olmur. Kalsium oksid su ilə reaksiya daxildə qələvi əmələ gətirir və yerdə qalan oksidlərimiz, deməli, turşu oksidlərdir. Turşu oksidlər də su ilə reaksiya daxil olduqda müvafiq turşunu əmələ gətirirlər. Sürətlə zaman bilirik ki, tərs münasibdir. 8-ci sualda, deməli, bundan bağlı sualdır. Zaman əgər 6 dəfə artarsa, deməli, sürət 6 dəfə azalır.
Yanğın söndürülməsi üçün elə maddə götürülməli ki, oksigenlə reaksiya daxil olmasın. Məsələn, CO oksigenlə reaksiya daxil olub CO2 əmələ gətirir. CO2 reaksiya daxil olmur. H2S oksigenlə reaksiya daxil olub su və SO2 əmələ gətirir. Deməli, bunu da götürə bilmərəm, yəni oksigen də yanır. Silisium O2-də oksigenlə reaksiya daxil olunur. Bu maddələrdən yanğının söndürülməsinə istifadə etmək olar. 2, 4 C variantı. Hansı qaz suda həll olduqda ilk anda iki turşu əmələ gətirir? Xlorun su ilə reaksiyasından H-xlor, yəni xlorid və hipoxlorid turşuları əmələ gəlir. H2SO4, burada bir diqqət edəcəyimiz məqam var. Deməli, X maddəsi sulfat turşu ilə reaksiya daxil olub, Z maddəsinə çevrilib, eyni zamanda X maddəsi də. Və digər tərəfdən, bu Z maddəsinin üzərinə X maddəsi, kalium gəlib və X alıb. Onda belə çıxır ki, buradan, deməli, bu X maddəsi və digər tərəfdən gümüş piroksidin ammoniakda məhlulu ilə təsir edib bu Z maddəsini də almışıqsa, deməli, bu Z maddəsi qarışqa turşusu olacaq və qarışqa turşusuna kaliumla təsir etdikdə alacağımız maddə HCOO kaliumdur. Deməli, bu HCOO kaliumdursa, yəni kalium formiyyatdırsa, deməli, burada X maddəmiz digər variantları sıxıram. Və Y maddəmiz əgər gümüş piroksidlə reaksiya daxil olanda qarışqa turşusu veribsə, deməli, bu qarışqa aldehididir. Qarışqa aldehidi olacaq. Z maddəmiz də qarışqa turşusudur. Digər tərəfdən buradan da bilə bilərik ki, HCl əgər misk hidroksidlə reaksiyada karbon qazı veribsə, deməli bu qarışqa turşusu olacaq. Deməli Z maddəmizdə qarışqa turşusu cavab Y variantı. 12. Hansı ion yalnız reduksiya edici olur? Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, elementlər minimum oksidləşmə dərəcəsində yalnız reduksiya edici, maksimum oksidləşmə dərəcəsində yalnız oksidləşdirici olur. Aralıqda isə həm oksidləşdirici, həm də reduksiya edici olur. Alüminiumdur, natriumdur, bunlar görürük ki, və dəmirdir. Maksimum oksidləşmə dərəcələri göstəriblər. Deməli, bu halda yalnız oksidləşdirici ola bilərlər. Manqa 0-7 aralığında oksidləşməsi göstərir. Deməli, müsbət 2-dirsə, həm oksidləşdirici, həm reduksiya edici ola bilər. Brom 7-ci qrupdur. 7-ci qrupun minimumu -1, maksimum müsbət 7-dir. Brom burada -1 oksidləşməsi göstərdiyinə görə yalnız reduksiya edici olacaq. Bir atomlu spirti göstərim. C2H5OH. Simol kalium 3PO4-ün tam elektron dissosiasiyasından kalium 3PO4 dissosiasiya etdikdə 3 mol kalium müsbət iyonu və 4, 3 mənfi iyon alınır. Bunun 1 molundan 4 mol iyon alınırsa, 2 molundan 8 alınacaq. A variantı. Hansı maddənin karbon zəncirinin quruluş izameri yoxdur? Ümumiyyətlə, burada diqqətlə baxmalıyıq ki, alkinlərdə quruluş izamerliyi, yəni zəncir, karbon zəncirinin quruluş izameri artıq bu C-dən başlayır, deməli bunun var. Bunun C-lə Y-də var. Alkinlərdə isə pentindən başlayır. Niyə görə butinin karbon zəncirinin quruluş izameri yoxdur? Çünki əgər butində deməli karbon zəncirinin quruluş izamerini yazsaq, üç qat rabitə, alkinlərdə 3 qat rabitə olduğuna görə burada ortaq karbon 5 valentli olur. Buna görə də karbon zəncirinin quruluş izameri mümkün deyil. Yəni butin ya 1 ya da 2 versiyasında ola bilər. Butin 1, butin 2. Amma karbon zəncirinin quruluşuna görə izamerliyi yoxdur. Hansı reaksiyada X maddəsi karbon monoksid deyil? Deməli, qarışqa turşusunun qatı sulfat turşusu ilə reaksiyasından tərkibindən qatı sulfat turşusu suyu çıxardır və karbon monoksid qalır. Deməli, A variantı karbon monoksiddir. Metil spirti ilə karbon monoksidin reaksiyasından sirkə turşusu alınır. Karbon monoksidlə natrium OH-in reaksiyasından natrium formiyyatı alınır. Ammoniakla karbon qazının reaksiyasından karbon monoksidin yox, karbon dioksidin reaksiyasından deməli
Karbamid və su alınır. Demək cavabımız D variantı, çünki bu karbon qazıdır. Karbon qazı ilə karbon reaksiyasından dəm qazı alınır, yəni karbon monoksid alınır. 15,4 qram tetraxlor metan almaq üçün neçə qram xlor metanla reaksiya daxil olduğunu hesablayın. Deməli, burada nəyə baxırıq? Əgər 80% çıxımla 5,4 qram alacamsa, onda 100% çıxımla x. Deməli, biz birinci nəzəri çıxımı buradan müəyyənləməliyik. Yəni, 1540 bölünsün 80. Bu deyir, deməli, diqqətlə baxaq, burada eləyəcək 1, 9, 9 tam 5, 9 tam bəli. Sonra CH4-ün termoklorikinin reaksiyasından C-xlor 4 plus 4 mol H-xlor alınır. Burada əgər 4 vurulsun 71 qram xlor reaksiya daxilində 154 qram alınırsa, onda 19,5 qram alınanda x bərabərdir. Deməli, buradan eləyəcək bizdə 9,5 vurulsun 4 vurulsun 71 bölünsün 154. Buradan da deməli 4'ü 19,5'e vurduqda eləyəcək 70 46 burada yüzde burada 19'dan %25 eləyir. Cavab düz gəlmir. 9'dan %25 vurulsun 4 vurulsun 71 bölünsün 154. Bu da eləyir 35,5. 19'dan %25'ti burada. Deməli cavabımız 35,5. Bunu digər üsulla da belə tapmaq olar. Yəni CH4 üzərinə gəlsin 4 mol xlor 2, C-xlordur plus 4 mol H-xlor. Buradan belə də yazmaq olar bunu. Yəni 4 vurulsun 71-dən 154 isə onda 80% çıxımla x-dan alınıb 15,4. Bu x eləyir, deməli 28,4. Onda sonra yazıram 80%-ə 28,4 isə yəni 100%-ə x. Buradan da yəni gətirib miqdar da tapmaq olar. X bərabərdir 2840 bölünsün 80. Bu da eləyəcək deməli 35,5 35,5 qram deməli xlor eləyəcək. Cavab C variantı. Kalsium hidrokarbonatın parçalanması, yəni parçalanma reaksiyasıdır. Bu kalsium karbonat karbon qazı və su alınır. Hansı birləşmə mürəkkəb efirdir? Etil spirti ilə nitrat turşusundan yaranıb. Bu, yəni nitrat turşusunun mürəkkəb efiridir. Hansı metaldan olan qabda su qaynatmaq olar? Zivə maye haldadır. Kalsium, kalium və natrium deməli aktiv metaldır. Bunlardan hazırlanmış qabda ümumiyyətlə su saxlamaq mümkün deyil. Və burada qalır gümüş. Deməli, 21 qram omega 1 faizli məhlulunun 22 qram omega 2 faizli məhlulu qarışdırdıqda omega 3 faizli məhlul alırıq. Və burada diqqətlə baxsaq, omega 2
omega 3'dən böyükdür. Yəni omega 2 minus omega 3. Aşağıda da yazarıq omega 3 minus omega 1. Deməli, M1-in M2 nisbəti omega 2 minus omega 3-ün omega 3 minus omega 1-ə nisbətidir. E variantı. Birvalentli metalın, deməli, birvalentli metalın su ilə reaksiyasından, deməli, XOH, yəni qələbə alınır, bir də hidrogen alınır. İndi gəlin, qala baxaq. Deməli, 2 mol X-dan görürük 2 mol XOH alınır. Yəni 1 molundan 1 mol alınacaq. Normalda görürük ki, kütlə artımı 17 qramdır. Yəni 17 qram, yəni OH qədər artım baş verdikdə əgər X qram reaksiya daxil olursa, 19,5-dən 28-ə gəldikdə 8,5 artım baş verib. Bu zamanda 19,5 qram qələvi metal reaksiya daxil olub. Onda X bərabərdir. 2 dəfə artıbsa, 2 dəfə azalıbsa, deməli 19,5-i də 2-yə vursaq, eləyəcək 39 C variantı. Strol molekulunda rabitələrin yaranmasında neçə S orbitalı iştirak etmişdir? Deməli, strol molekulunda C8H8-dir və rabitələrin yaranmasına iştirak edən S orbitallarının sayı, elə hidrogenlərin sayıdır 8. Polimerləşmə dərəcəsi 2000 olan polivinil xloriddə neçə hidrogen atomu var? Polivinil xlorid, vinil xloridin polimerləşməsindən alınır CH2, CH, xlor. Polimerləşmə dərəcəsi N-dirsə, onda hidrogenlərin sayı 3N olur. Yəni polimerləşmə dərəcəsi də 2000-dirsə, onda 3 vurulsun 2000, yəni bərabərdir 6000. 44,8 litr karbon dioksiddən, karbon dioksidin ammoniakla reaksiyasından karbamid alınır. 22,4 litrdən əgər alınan karbamidin kütləsi tutmuşdursa, 44,8-dən 120. Amma praktik çıxımımız 50% olduğuna görə 120-nin 50%, yəni 60 qram alacaq. 26-cı sual. Hansı reaksiyalarda alınan mürəkkəb maddənin əmələ gəlmə istiliyi ədədi qiymətli reaksiyanın stik effektinə bərabərdir? Deməli, C2H2 üzərinə gəlsin 2 mol H2 və 1 mol. Burada baxırıq, alınan maddələrdə hansılarda əmsalı 1 moldur. 3-dən 4 çıxam, amma burada diqqət edəcəyimiz məqam budur ki, biz reaksiyanın istilik effektin o zaman mürəkkəb maddənin əmsalından bölüb mürəkkəb maddənin əmələ gəlmə istəyini tapa bilərik ki, sol tərəfdə olan maddələr bəsit olsun. Burada C2H2 mürəkkəb olduğuna görə burada 2-ni 1-ə bölüb əmələ gəlmə istəyini tapa bilmərik. Yalnız 2 olacaq. 27-ci sual. Qarşı oksid. Demək, dəmir sodur qarşı oksiddir. Əsası oksid barim oksiddir. Turşu oksiddən deməli N2O5-dir. Burada D və A variantında amfoter oksidlər verilib. 222 qram kalsium karbonatın parçalanması zamanı alınmış 5 qalıqda kalsium oksidin kütlə payı 14%. Deməli, kalsium karbonatın parçalanması zamanı kalsium oksid və karbon qazı alınır. Deməli, bu 222 qram kalsium karbonatın təsəvvürlə M qramı parçalanıb, bu da parçalanmayan hissəsi 222 minus M-dir. Yəni, bu 5 qalıqda qalan hissədir. Bunu da belə yaza bilərik. Əgər 100 qram kalsium karbonat parçalandıqda 56 qram kalsium oksid, 44 qram karbon qazı alınırsa,
Onda m qram parçalananda 0,56 m, 0,44 m alınacaq. Onda son alınan 5 qalıqda 222 minus m kalsiyum karbonat olacaq. 0,56 m kalsiyum oksid olacaq. Və burada biz müəyyənləyə bilərik ki, 14 bölünsün 100, yəni %14% 0,56 m bölünsün ümumi kütlə. Bunların da cəmi eləyir 222 minus m ilə 0,56 m-in cəmi 222 minus 0,44 m. Burada bərabərdir deməli 56 m bərabərdir 14 vurulsun 222 minus 0,44 m. 14 ilə burada 56-dan aparacaq 4 m. 4 m üzərinə 0,44-ü gəlsək 4 tam %44 m bərabərdir 222 m də buradan bərabərdir 50. M 50-dirsə onda 5 qalıqda qalan kalsiyum karbonatının kütləsi 5 qalır. 222 minus 50, yəni 172 olacaq. Birinci hissəsinin cavabı. Və alınan karbon qazının normal şəraitdə həcmi. Karbon qazı baxırıq burada 0,44 m, yəni 0,44-ü də 50-yə vuranda 22 qram eləyir. 22 qram karbon qazı da yarım moldur, yəni 11,2 litr. Deməli, birinci hissənin cavabı 172 qram. İkinci hissədə isə 1,2 litrdir. 29-cu. Sirkə turşusunun sinflərarası izameli. Sirkə turşusu CH3, COOH-dır və bunun sinflərarası izameli mürəkkəb efirdir. Yəni metil formiya tefri. Buradakı sigma rabitələrin sayı 1, 2, 3 və 4 dənə burada sigma rabitə var, 7 dənə sigma var. Birin cavabı 7. Bütün rabitələr görürük ki, polyardır. Sigmalar zaten deməli biz burada qeyd eləmişdik bayaqları. Burada bir dənə bir rabitəni də əlavə eləsək, bütün polyar rabitələrinin sayı 8. 30-cu suala baxaq. Hidrogen və oksigen arasında reaksiya zamanı hər ikisinin m qram götürülüb və alınan suyun kütləsi 2m-7-dir. Görürük ki, burada reaksiya daxil olan maddələrin kütlələri cəmi alınan maddələrin kütləsinə bərabər olmalıdır. Amma burada görürük ki, su 2m-7-dir. Deməli, başlanğıc maddələrdən 7 qram artıq qalır. Və yaxud da belə baxaq. Yəni 32 qram, əgər hidrogendən 32 qram oksigenden götürsəm, hidrogen 4 qram reaksiya girib. Artıq qalacaq 28 qram, oksigen isə tam sərf olunacaq. Bu zaman 36 qram su alınacaq. Burada yazıram. 28 qram hidrogen artıq qalanda əgər 36 qram su alınıbsa, 7 qram hidrogen artıq qalanda x. Bu deyici 9. 2m-7 bərabər 9-a, 2m bərabərdir 16-ya, m bərabərdir 8-ə. Yəni, buradan əsas məsələ budur ki, bu 7 qram burada artıq qalanmadı. Digər tərəfdən belə də baxa bilərik də. 32 qram götürəndə bu toplam kütlə 64 idi. Və 64 qram reaksiya daxil olanda 64 qram ümumi oksigen və hidrogendən 28 qram hidrogen artıq qaldı. Yəni, burada alınan suda da görsənir ki, su 36 qram alınıb. Yəni, 64-dən 28 qram az. Əgər 28 qram az alınanda 36 qram su alınırdısa, 7 qram az alınanda 9. Burada da m olacaq. Deməli, 2m-7-də 9-a bərabərləsək, m bərabərdir 8 edəcək. Artıq qalan maddənin də kütləsi, yəni burada artıq qalan hidrogen idi.
Artıq qalan hidrogen də elə 7 qramdır. Yenə də birincinin cavabı olacaq 7, ikincinin cavabı olacaq 8. Şagirdlər, son 2 həftə ərzində ümumiyyətlə ümumi sınaq imtahanlarını işləmək çox vacibdir. Həm nəticələrinizə ciddi təsir göstərəcək, həm də bilmədiyiniz boşluq olan hissələri müəyyənləyəcəksiniz. Ona görə kanalı izləmədə qalın. Digər sınaqların da izahlarını inşallah paylaşacağım. Sağ olun, salamat qalın və kanala abunə olub şərh yazmağı, like etməyi unutmayın. Sağ olun.